Hər vaxtınız xeyir olsun Kəmalə. Sizin də qeyd etdiyiniz kimi Astara sərhəd keçid məntəqəsində təxliyə prosesi həyata keçirilir. Elə gördüyünüz bu avtobusla Rusiya vətəndaşları, incəsənət nümayəndələri bir qədər öncə artıq sərhəd keçid məntəqəsini keçərək quru yolla yollarına davam etdirirlər. Onların bir qismi bugün belə deyək hava limanına yola düşəcək və bugün öz ölkələrinə Rusiyaya yola düşəcəklər. Digər bir qismi isə burada Azərbaycanda, Bakıda qalıb müvəqqəti yerlərdə qalacaqlar. Daha sonra isə digər reyslərlə yola düşəcəklər. Qeyd edim ki, buradan Moskvaya və Sankt-Peterburq şəhərinə yola düşənlər olacaq. Artıq iki qrupa buradan bir qədər öncə Astara sərhəd keçid məntəqəsindən ayrıldı. Mən qeyd edim ki, bir qrup dövlət, eyni zamanda Rusiya, Azərbaycana təxliyə məsələsində yardım üçün müraciət edib. Bu məqsədlə ölkəmiz humanitar prinsipləri rəhbər tutaraq Astara sərhəd keçid məntəqəsində həmin ölkə vətəndaşlarının İrandan quru yolla Azərbaycana keçidini təmin etmək üçün burada Astara keçid məntəqəsində bütün lazımi şəraiti yaradıb və elə bir qədər öncə səhər saatlarında 6 nəfər bir qrup vətəndaş, Qazaxıstan vətəndaşı buradan keçdi. Daha sonra isə 90 nəfərdən ibarət Rusiya nümayəndə heyəti, onlar arasında eyni zamanda Pyotr Çaykovski adına Böyük Simfonik Orkestrinin 51 nəfər üzvü, eyni zamanda Rusiya Federasiyasının xalq artisti və rejissor Fyodor Bondarchuk daxil olmaqla aktyorlar və digər incəsənət nümayəndələri Astara sərhəd keçid məntəqəsindən keçərək yollarına davam etdilər. Mən qeyd edim ki, bir qədər öncə biz eyni zamanda onlarla həm söhbət olmaq fürsəti də əldə etdik. Rusiyanın xalq artisti Fyodor Bondarchuk jurnalistlərə müsahibə verdi və o ilk olaraq Azərbaycan rəhbərliyinə bu cür böyük dəstəyə görə təşəkkürünü bildirdi və qeyd etdi ki, onlar üçün böyük bir belə deyək kömək oldu. İrandan Azərbaycana quru yolla keçmələri, təxliyə olunmaları və onlar 90 nəfərlik truppa hamısı sağ-salamat sərhədi keçdilər və buradan quru yolla qeyd etdiyim kimi öz ölkələrinə digər belə deyək istiqamətlər üzrə yola düşəcəklər. Eyni zamanda Fyodor Bondarchuk qeyd etdi ki, bir qədər təbii ki, bura gəlmək də çətin oldu. İran tərəfdən bura gəlmək uzun müddət çəkdi. Eyni zamanda İran tərəfdən sərhəd keçid məntəqəsində bir qədər gözləməli oldular. Təbii ki, orada vəziyyət aydındır, müəyyən proseslər baş verir və təbii ki, bu çətin bir missiyanın öhdəsindən də gələ bildilər və buna görə də Azərbaycan dövlətinə təşəkkür etdilər. Mən qeyd edim ki, bu təxliyə prosesi davam edir. Hazırda digər ölkə vətəndaşları da Astara sərhəd keçid məntəqəsindən istifadə etməklə təxliyə olunurlar. Onlar burada piyada xəttini, keçid piyada xəttini keçməklə Astara dövlət gömrük piyada xəttinə daxil olurlar və burada pasport nəzarətindən keçdikdən sonra onlar xüsusi ayrılmış avtobuslar vasitəsilə yollarına davam etdirirlər. Eyni zamanda burada onlar üçün səhər yeməyi etmək üçün də şərait yaradıb, müxtəlif şirniyyatlar, çay verilir. Həmçinin gecə saatlarından etibarən burada ərazidə tibbi personal da fəaliyyət göstərir. Təcili tibbi yardım xidmətinin briqadası gecə saatlarından etibarən buradadır və əgər təxliyə olunanların səhhətində hər hansı bir problem yaranarsa, onlara ilkin tibbi xidmət göstərilməsi məqsədi ilə onlar buradadır. Və təbii ki, gömrük xidməti əməkdaşları da burada təxliyə prosesinin təhlükəsiz şəkildə və rahat bir şəkildə həyata keçirilməsi üçün bütün şəraiti yaradıblar. Qeyd edim ki, biz dünəndən etibarən Astara sərhəd keçid məntəqəsindəyik və dünən axşam saatlarında eyni zamanda burada sərhədə yaxın bir ərazidə Radiasiya Agentliyi, deməli İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin nüvə tədqiqatları departamentinin mütəxəssislərinin havada radiasiya çirklənməsinin tədqiqatını aparmalarının şahidi olduq. Qeyd etdiyimiz kimi İnnovasiya və belə deyək Rəqəmsal İnkişaf Agentliyinin bir qrup əməkdaşı Astaraya ezam olunmuşdur.
olmuşdu və onlar müəyyən tədqiqatlarını həyata keçirdilər və dünən artıq bu tədqiqatlar burada, bu ərazidə yekunlaşdı və radiasiya çirklənməsi ilə bağlı hər hansı bir problemin olmadığı qeyd olundu. Belə ki, bizim müşahidələrimiz burada Astara sərhəd keçid məntəqəsində davam etdirilir. Əldə etdiyimiz məlumata görə yenə də təxliyə prosesi həyata davam etdiriləcək və biz həmin bu prosesi müşahidə etməkdəyik. Hələ ki, bizim çatdıracağımız xəbərlər bunlardan ibarət idi. Buyurun, söz təkrar sizdədir.